Salam, mənim adım Marcel Stenhoykdir. Mən artıq demək olar ki, 40 ildir ki, neft, qaz və neft kimya sənayesində çalışıram. Əsas diqqətimi sənaye təhlükəsizliyinə yönəltmişəm. Sizinlə vacib bir sual paylaşmaq istəyirəm. Bizim sektorda həmkəf kimi işləyən biri olaraq aktivinizin həqiqətən təhlükəsiz işlədiyinə necə əminsiniz? Gəlin bu sualı biraz da sadələşdirək. Təsəvvür edin ki, sizin təşkilatınız bir avia şirkətdir və zavodunuz sərnişin təyyarəsidir. Siz o təyyarəyə minərdinizmi? Hətta daha sadə desək, ailənizlə birlikdə növbəti tətilinizə getmək üçün bu təyyarəni seçərdinizmi? Biz risklərin çox olduğu bir sektorda işləyirik və işlər pis gedəndə həqiqətən də çox pis nəticələr olur. İnsanlar ciddi xəsarət ala və ya həyatlarını itirə bilərlər. Böyük ekoloji fəlakətlər baş verə bilər və belə böyük qəzaların milyardlarla dollara başa gəldiyi, şirkətləri iflasa sürüklədiyi və hətta fəaliyyət icazələrinin ləğv olunduğu məlumdur. Və mən artıq eşidirəm ki, siz deyirsiniz, bəli Marcel, amma bu hadisələr çox nadir hallarda baş verir və bizdə heç vaxt olmayıb. Amma gəlin dürüst olaq, risklər artır və işlər heç də asanlaşmır. Bizim sənaye orqanlardan daha böyük tələblərlə qarşılaşır, səhmdarların gözləntiləri artır və fəaliyyət göstərdiyimiz icmalar və cəmiyyətlər bu riskləri getdikcə daha az qəbul edirlər. Buna görə də işimizi daha ciddi görməliyik. Bununla nə demək istəyirəm? Çox vaxt CEO-lar və rəhbərliklə danışanda onlar belə sözlər deyirlər. Bəli Marcel, biz artıq bunların hamısını bilirik və buna görə də təhlükəsizliyi çox ciddi qəbul edirik. Əslində çox iş görürük və bu bizim birinci prioritetimizdir. Bunu eşitmək əlbəttə ki, yaxşıdır, amma biraz da dərinləşəndə sual yaranır. Əslində onlar hansı işlərlə məşğuldurlar? Şəxsi təhlükəsizliyə diqqət yetirməklə yanaşı, proses təhlükəsizliyi üzərində də işləyirikmi? Və ümumiyyətlə bu ikisi arasında nə fərq var? İcazə verin, əvvəlcə şəxsi təhlükəsizlik və proses təhlükəsizliyi ilə nə demək istədiyimi və onların bir-birindən necə fərqləndiyini izah edim. Sənaye bu tələyə uzun müddətdir ki, düşür. Bunu 15 il əvvəl Texas City neft emalı zavodunda baş vermiş böyük proses təhlükəsizliyi qəzası, daha sonra isə Macondo faciəsi sübut etdi. Müstəqil hadisə araşdırmaları göstərdi ki, bu təşkilatlarda şəxsi təhlükəsizliyə böyük diqqət ayrılırdı, amma proses təhlükəsizliyi sanki unudulmuşdu. Əksər şirkətlər əsasən əməyin mühafizəsi və şəxsi təhlükəsizliyə fokuslanmış. Proses təhlükəsizliyinin sistemini idarə olunması üçün isə demək olar ki, heç nə etməmişdilər. Onlar bu riskləri lazımi səviyyədə idarə edə bilmirdilər və ya bunu düzgün şəkildə necə edəcəklərini bilmirdilər. Buna görə də gəlin əvvəlcə şəxsi təhlükəsizlik və proses təhlükəsizliyi ilə nə demək istədiyimi və onların bir-birindən necə fərqləndiyini danışım. Şəxsi təhlükəsizlik və proses təhlükəsizliyi. Mən bununla nəyi nəzərdə tuturam? Onlar harada fərqlənir? Əgər siz təhlükəsizlikdən məhsulsunuzsa və təhlükələri belə düşünürsünüzsə, yıxılan obyektlər, qapalı məkanlar, hərəkət edən obyektlər və ya nəqliyyat vasitələri, zərbə riski, sürüşmə, büdrəmə və yıxılma kimi hadisələr, siz çox güman ki, şəxsi təhlükəsizlik üzərində işləyirsiniz. Əgər siz sızma, korroziya, yanğın, partlayış kimi hadisələri düşünürsünüzsə, bu halda çox güman ki, proses təhlükəsizliyi ilə məşğulsunuz. Biz bunları şirlə və pələnglə müqayisə edə bilərik. Şəxsi təhlükəsizlik şiri təmsil edir. Onlar qruplov edirlər. Görünürlər. Siz onları görə və eşidə bilərsiniz. Onlar sürülərlə hərəkət edirlər və öz mühitlərində kifayət qədər çox yayılıblar. Əlbəttə ki, onlar öldürürlər. Onları heç vaxt tam əhliləşdirmək mümkün deyil. Heç vaxt nəzarətsiz buraxıla bilməzlər və daim ayıqlıq tələb edirlər. Müqayisədən proses təhlükəsizliyi daha çox tələng kimidir. Onlar tək-tək və gizli ov edirlər, buna görə də onları aşkar etmək çətindir.
və əgər oradadırlarsa, çox da görünmürlər, elə deyilmi? Amma təbii ki, onlar da öldürürlər. Onları da heç vaxt tam əhliləşdirmək olmaz və əgər onları nəzarətsiz buraxsanız və diqqətli olmasanız, bunun bədəlini ödəməli olacaqsınız. Proses təhlükəsizliyi daha az görünən və az nəzərə çarpan olduğu üçün təşkilatlarda zamanla xəbərin olmadan pisləşə bilər. Bu, avadanlıqların və obyektlərin köhnəlməsi ilə bağlı ola bilər. Bəlkə də biz proseslər və sistemlər əvəzinə çox təcrübəli insanlara arxalanırıq və həmin təcrübəli insanlar təşkilatda yüksəldikdə və ya təqaüdə çıxdıqda açıqda qalırıq. Bu, təşkilatdakı təcrübə və bacarıq səviyyəsinin azalmasına səbəb ola bilər. Ola bilsin ki, biz profilaktik texniki xidmət və müayinə işlərimizi davam etdirmirik. Yaxud da bəlkə çoxlu insan amillərinə riskləri müəyyənləşdirməyə imkan veririk. İnsanlar səhv edə bildiyi üçün bu da bizi açıqda qoya bilər. Əgər idarə olunmazsa, bütün bu amillər zamanla daha da pisləşə bilər və fərqinə varmadan elə bir sahədə işləyirsiniz ki, əslində heç də orada olmaq istəməzsiniz. Ona görə də proses təhlükəsizliyinə sistemli yanaşmanın qurulması çox vacibdir və mənim təcrübəmə görə zamanla diqqət və fokus itə bildiyindən bu məsələ yuxarıdan aşağıya idarə olunmalı və ali rəhbərlik tərəfindən sahiblənilməlidir. Bu yolla siz müəyyən olunmuş maneələrin və təhlükəsizlik üçün kritik avadanlıqların lazımi vəziyyətdə saxlanılması üçün ümumi bir vizyon yarada bilərsiniz. Növbəti slaydlarda biraz da danışacağıq. Canlı bariyeri idarə etmə sistemini necə qurmaq olar və bu bizə necə kömək edə bilər? Əsasən təşkilatınızın bütün səviyyələrində iştirak etmək, bu sahədə zəif siqnalları tutmağa daim diqqət göstərmək və onların üzərində nəzarəti saxlamaq deməkdir. Bu isə təşkilatın böyük hadisələrin qarşısını almaq və ya təsirini azaltmaq bacarığını nümayiş etdirəcək. Risklərin böyüklüyünü nəzərə alaraq bizim məqsədimiz 100% təminatdır. Çünki bu proses təhlükəsizliyi hadisələri insan həyatına, icmalara, ətraf mühitə və maliyyə baxımından o qədər böyük ziyan vurmaq potensialına malikdir ki, bir çox hallarda şirkətlər belə hadisələrdən sonra sadəcə olaraq ayaqda qala bilmirlər. Onlar iflasa uğrayır və bu da göstərir ki, heç kim proses təhlükəsizliyi hadisəsinə yol verməyi götürə bilməz. Sığorta olmayacağı üçün biz sadəcə olaraq 100% təminatın mövcud olmasına ehtiyac duyuruq. Bu məni növbəti suala gətirir. Bunu necə edirik? Proses təhlükəsizliyini o səviyyədə necə idarə edirik? Ümumiyyətlə, biz 3 sahəni idarə etməliyik. Gəlin əvvəlcə dizayn bütövlüyündən başlayaq. Bu, sistemlərimizin də əsas qəza risklərini saxlayan və ya idarə edən proses avadanlıqlarımızın dizayn baxımından təhlükəsiz olduğuna əmin olmaq deməkdir. Yəni, düzgün materialların istifadə olunması, düzgün təzyiq siniflərinin tətbiqi və kifayət qədər qoruyucu sistemlərin həm işə salınmadan əvvəl, həm də istismar zamanı təsdiq edilmiş dizayn pəncərəsi daxilində mövcud olması vacibdir. Hətta dəyişiklik etməli olduğunuz hallarda belə. Bu, kifayət qədər insan və avadanlıq bariyerlərinin mövcud olmasını təmin edir. İstismar bütövlüyü təmin edir ki, quraşdırmanın dizayn prinsipləri çərçivəsində qalmaq üçün lazım olan nəzarət mexanizmlərimiz mövcuddur və bu istismar pəncərələri aşılarsa, düzgün müdaxilələr edə bilək. Burada əsas diqqət insan bariyerlərinin sağlam saxlanılmasına yönəlir. Texniki bütövlük isə təmin edir ki, quraşdırma və qoruyucu cihazlar dizaynda razılaşdırdığımız performans standartlarına uyğun olaraq saxlanılır. Burada diqqət əsasən avadanlıq bariyerlərinin sağlam saxlanılmasına yönəlir. Əvvəllər qeyd etdiyimiz kimi, proses təhlükəsizliyi hər bir təşkilatda ən yüksək rəhbərliyin diqqətini və dəstəyini tələb edən sahədir. Buna görə də proses təhlükəsizliyi rəhbərliyi üçbucağı mərkəzdə dayanır və bütün bunları birləşdirir. Liderlik, əsas qəza risklərinin idarə edilməsinin iş fəaliyyətinin bir parçası olduğu bir proses təhlükəsizliyi mədəniyyətini təşviq edir. Bunu sizə BOTI konsepti adlandırdığımız model ilə izah edim. Bu model Professor Veason'un İsveçrə pendili modeli əndən götürülüb və biraz daha detallı yanaşma verir.
Əvvəlcə təhlükələri müəyyən edirik. Yəni, idarəni itirdiyimizdə zərər verə biləcək və azadlığa çıxa biləcək potensiala malik olan amilləri. Proses təhlükəsizliyi sahəsində bunlar adətən işlədiyimiz və ya istehsal etdiyimiz materiallar və kimyəvi maddələrdir. Bunlardan bəziləri proses təhlükəsizliyi hadisələrinə və ya böyük qəzalarına səbəb ola bilər. Bunlara təbii qaz, propan və ya xam neft kimi maddələr daxildir. Bu əsas qəza təhlükələrinin major accident hazards necə azadlığa çıxa biləcəyi ilə bağlı bir çox ssenarilər və səbəblər mövcuddur. Biz bunlara təhdidlər deyirik. Məsələn, korroziya, yüksək təzyiq, yüksək temperatur və ya vibrasiya. Bir proses təhlükəsizliyi riskinin azadlığa çıxması 10 haldan 9-da məzmuna nəzarətin itirilməsi ilə nəticələnir, sadə dillə desək, sızma baş verir. Biz buna yuxarı hadisə top event deyirik. Bir dəfə sızma baş verdikdə çoxlu ssenarilər mümkündür. Tökülmə ola bilər, yanğın ola bilər və hətta partlayış baş verə bilər. Bu nəticələr insanlara, ətraf mühitə, aktivlərə və hətta bütöv icmalara zərər verə bilər. Ən yaxşısı bütün bu ssenarinin ümumiyyətlə baş verməsinin qarşısını almaqdır. Bunu isə yuxarı hadisənin sol tərəfində yerləşən qarşısını alma bariyerləri ilə edə bilərik. Bunlara həm də nəzarət vasitələri deyilir. Əgər hadisənin, məsələn, məzmun itkisinin loss of containment tamamilə önləyə bilmiriksə, o zaman sağ tərəfdə yumşaldıcı bariyerlər yerləşdiririk ki, nəticələrin şiddətini azalda bilək. Bunlara həm də bərpa tədbirləri deyilir. Bu sadəcə bir sadə nümunədir. Biz bu halda xarici korroziyadan danışdıq, amma çox başqa səbəblər də ola bilər. Həddindən artıq təzyiq, vibrasiya, flanş sızmaları və çoxsaylı təhdiddən nəticəyə gedən xətlər bir çox məzmun itkisi ssenarilərinə səbəb ola bilər və təbii ki, çox müxtəlif nəticələr baş verə bilər. Əməliyyat şirkətlərinin proses təhlükəsizliyi riskini düzgün idarə etmək üçün malik olması lazım olan şey, bariyerlərinin vəziyyətinin yaxşı olduğuna 100% zəmanət verən bir sistemdir. Həmçinin bu sistem birbaşa göstərə bilməlidir ki, təşkilat harada və hansı səbəbdən daha yüksək risk səviyyəsinə məruz qalır. Məsələn, gecikmiş yoxlamalar və ya eyni vaxtda aparılan fəaliyyətlər üzündən. Biz buna canlı bariyer idarə etmə sistemi, live barrier management system deyirik. O, bariyerlərin vəziyyətini göstərən və onları güclü və sağlam saxlamağa dəstək olan bir sistem kimi xidmət edir. Və indi mən məhz bunun üzərinə diqqət yönəltmək istəyirəm. AQDP hesabatı 544 bütün bu bariyerləri 3 əsas kateqoriyaya bölür. Texniki bariyerlər. Bunlar təhlükəli hadisələrin qarşısını almaq və ya təsirini azaltmaq üçün nəzərdə tutulmuş fiziki sistemlər və avadanlıqlardır. Nümunələrə təzyiq azaldıcı klapanlar, yanğın və qaz aşkarlama sistemləri, fövqəladə dayandırma sistemləri daxildir. İnsani bariyerlər, bunlara təhlükəli hadisələrin qarşısını almaq və ya idarə etmək üçün fərdlər tərəfindən görülən tədbirlər daxildir. Buraya prosedurlara riayət etmək, yoxlamalar aparmaq və siqnallara cavab vermək daxildir. İdarə etmə sistemi elementləri, bunlar texniki və insani bariyerlərin effektiv tətbiqini dəstəkləyən idarə etmə sistemləri və prosesləridir. Nümunələrə təlim proqramları, texniki xidmət cədvəlləri və təhlükəsizlik idarə etmə sistemləri daxildir. Məsələn, bir təhdid quyunun başlığında yaranan korroziya ola bilər. Əsas hadisə top event isə sızmanın baş verməsi ola bilər. Əgər sızma olarsa, nəticə dökülmə və hətta böyük bir yanğın ola bilər. İndi isə biz bunu baş vermədən önləmək üçün müəyyən tədbirlər görə bilərik. Məsələn, vaxtında korroziyanı aşkar edib aradan qaldırmaq üçün inspeksiya sistemi və ya quyu tamlığı idarə etmə sistemi, L-Integrity Management System qura bilərik. Bu, köstmastli, borular və ya örtüyün zədələnməsinin qarşısını alar. Əgər buna baxmayaraq sızma baş verərsə, quyu daxili klapan, subsurface valve mövcuddur və o dərhal bağlana bilər. Əgər bu da işləməsə, onda əlavə təsirləri azaltmaq üçün fövqəladə neft sızması cavab tədbirlərini işə sala bilərik. Bütün bu bariyerlərin işlək və sağlam qalması inspeksiya sistemləri, klapanların testləri və fövqəladə hallara hazırlıq təlimləri ilə təmin edilir.
Bunlar mövcud olduğu halda biz deyə bilərik ki, bizim aktivlərimiz təhlükəsizdir və bunu paydaşlara nümayiş etdirə bilərik. Bunu göstərməyin ilk yolu vaqedə 544 baryer qruplarından istifadə etməkdir. ADP hesabatı 544 hardware baryerləri bir neçə qrupa ayırır. Hər biri təhlükəli hadisələrin qarşısını almaq və ya təsirini azaltmaq üçün kritik funksiyanı təmsil edir. Seyirlərin Safety Critical Elements bu qruplarda təsnifatı və statusunun göstərilməsi ilə biz onları canlı, real vaxt rejimində monitorinq və hesabat edə bilirik. Bu isə performans standartlarına görə məsuliyyətin müvafiq şöbələrə ayrılmasına imkan yaradır. Bunu göstərməyin başqa bir yolu isə risklərin ümumi təsirini zavodun modeli və ya plan sxemi üzərində proyeksiya etməkdir. Bu, hansı yerlərdə təhlükəsizlik üçün kritik avadanlıqların əskəy, zəifləmiş vəziyyətdə olduğunu və ya inspeksiyaların gecikdiyini göstərir. Bunu digər məlumatlarla birləşdirərək, biz sistemdə hansı yerlərdə zəifləmiş sirlərin, müvəqqəti bloklamaların və yüksək riskli iş icazələrinin permit to org üst-üstə düşdüyünü real olaraq göstərə bilirik. Ümumi riskin istilik xəritəsi təşkilatın daha yüksək proses təhlükəsizliyi risklərinə harada məruz qaldığını nümayiş etdirir və bu da işlərin prioritetləşdirilməsi və ya yenidən cədvəlləşdirilməsi vasitəsilə onların qarşısını almağa imkan verir. Buna biz canlı baryer modeli, live barrier model deyirik. Beləliklə ümumiləşdirsək, gəlin əvvəlcə radarı işə salaq. Biz bunu rəhbərliyə əsas hadisə risklərinin major accident hazards praktik olaraq müəyyənləşdirməyə və qiymətləndirməyə imkan verən bir proses tətbiq etməklə və ya mövcudluğunu təmin etməklə edirik. Bundan sonra bu, şirkətin əsas hadisə risklərinin nələr olduğunu və onların necə idarə olunmalı olduğunu göstərən ortaq baxış yaratmaq üçün istifadə edilə bilər. Əsasən, bu addım proses təhlükəsizliyi idarəçiliyi çərçivəsində hansı riskləri idarə etməli olduğumuz sualına cavab verir ki, hər kəs öz vəzifələrini buna uyğun prioritetləşdirə bilsin. Sonra biz əmin oluruq ki, proses təhlükəsizliyi risklərinin dinamik monitorinqi üçün bir proses mövcuddur. Müəyyən sahələrdə baryerlərin zəifləməyə başladığını əvvəlcədən bizə xəbər verə biləcək canlı baryer modeli mövcud olmalıdır ki, hər hansı problem baş verməzdən çox əvvəl qabaqlayıcı tədbirlər görə bilək. Və əlbəttə ki, bunu bütün daxili tərəfdaşlara görünən etmək lazımdır. Bu, həmçinin bizə lazım gəldikdə proses təhlükəsizliyinin effektivliyini xarici qurumlara nümayiş etdirməyə imkan verir. Əsas hadisə risklərini necə idarə etdiyimizi göstərmək isə iş dünyasında nüfuzumuzu artırmağa və biznesi davam etdirmək üçün tələb olunan fəaliyyət icazəsini qorumağa kömək edir. Bu, yaxşı iş proseslərinin işləri düzgün yerinə yetirməyimizi necə təmin etdiyinə bir nümunədir. Amma ən azı bunun qədər vacib olan məsələ risklərin idarə olunmasının düzgün işləri görməyimizi təmin etməsidir. Ümid edirəm ki, bu proses təhlükəsizliyi idarəçiliyinin əməliyyatlaşdırılması mövzusunda sizə aydınlıq gətirməyə kömək etdi. Nəticədə biz yalnız aktivlərimiz təhlükəsizdir və biz bunu bilirik deməklə kifayətlənməyəcəyik. Həm də rahatlıqla təyyarəyə minib, onun bizi növbəti təyinat yerimizə aparmasına etibar edə biləcəyik. Diqqətiniz üçün təşəkkür edirəm və bizimlə təhlükəsizlik və davamlılığı fərqli şəkildə həyata keçirməyə hazır olduğunuz zaman bizimlə əlaqə saxlamaqdan çəkinməyin.